17 may bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü kimi qeyd olunur. Hazırda dünyanın inkişaf etmiş ölkələrində internet, kompüter texnologiyaları, elektron hökumət, mərkəzləşdirilmiş informasiya məkanları yaradılaraq onun imkanlarından geniş şəkildə istifadə olunur. Azərbaycanda informasiya cəmiyyətinin qurulması əsas hədəflərdən biridir. Prezident İlham Əliyev tərəfindən bu sayədə ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru professor Rasim Əliquliyev Prezident İlham Əliyevin insan kapitalının ən böyük sərvət olduğunu və bu yöndə elmi yanaşmaların vacibliyini vurğulayan göstərişlərinin İKT sahəsinin ölkəmizdə sürətli inkişafına təkan verdiyini bildirdi. Milli innovasiya sistemi yaradılması elmin ən ciddi problemlərinin həllində real imkanlar açıb. Xüsusilə iqtisadi sferada innovasiyalara əsaslanan inkişaf istiqamətlərinin müəyyən edilməsi ölkəmizi dünyanın ən sürətli inkişaf edən dövlətlər arasında liderə çevirib. Rasim Əliquliyevin sözlərinə görə ölkəmizdə İKT sayəsində əldə edilən nailiyyətləri dünyanın bir çox aparıcı qurumları, təşkilatları da çox yüksək qiymətləndirir. Azərbaycan bu sahədə tutduğu mövqe iqtisadi inkişaf tempi və texnoloji mühitin formalaşdırılmasına görə də region ölkələrini qabaqlayır. Ölkənin regionları da informasiya kommunikasiya texnologiyaları infrastrukturu ilə əhatə olunub. Onların informasiyaya çıxışı müxtəlif iqtisadi sahələrə təsiri artıb. Azərbaycan xalqı, Azərbaycan dövləti, möhtərəm prezidentimizin bu sahəyə qayğısı sayəsində çox böyük nailiyyətlər əldə edir. Yəni, informasiya, kommunikasiya texnologiyalarının infrastrukturu, ölkə daxili infrastrukturu formalaşdırmaqla eyni zamanda Azərbaycan Respublikasının qlobal informasiya cəmiyyətinə qoşulması, daha da yüksək keyfiyyətli o kanallar vasitəsilə qoşulması üçün də əlavə tədbirlər görülür. Bir sözlə, innovativ mühitdə birliklər hesabətinin formalaşdırılması Azərbaycan Respublikasının yaxın gələcəkdə iqtisadi inkişafının əsas prioritetlərindən biridir. Bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə daha yaxşı şəhər, daha yaxşı həyat devizi altında keçirilir. Ekologiya ilə bağlı narahatlıqlar da bura daxildir. Yaşıl texnologiyaların formalaşması, İKT vasitəsilə ekoloji problemlərin həll edilməsi, baş verən fövqəladə halların aradan qaldırılması, risklərin azaldılması, qlobal səviyyədə dünyada baş verən iqlim dəyişiklikləri və digər məsələlərlə bağlı monitorinqlərin həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Amal Alışarlı, Elşad Həsənli, Sirac Abışov, xəbərlər.